Biri varmış, biri yoxmuş. Bir qoca qarı varmış. Bu qarının balaca bir nəvəsi varmış. Uşaq çox balaca olduğundan ona cırtdan deyirlərmiş. Bir gün cırtdan gördü ki, yoldaşları meşəyə oduna gedirlər. O nənəsinə dedi: "Ay nənə, mən də uşaqlarla oduna getmək istəyirəm." Qarı uşaqların hərəsinə bir parça yağ yaxması verib cırtdanı onlara tapşırdı. Uşaqlar meşədə odun yığmağa başladılar. Gördülər ki, cırtdan əlini ağdan qarıya vurmur. "Ay cırtdan, sən niyə odun yığmırsan?" Cırtdan cavab verdi: "Nənəm sizə yağ yaxması verdi ki, mənim üçün də odun yığasınız." Uşaqlar cırtdan üçün də odun yığdılar. Sonra hər kəs odununu dalına şələləyib yola düşmək istəyəndə gördülər ki, cırtdan oturub baxır. Onlar soruşdular: "Ay cırtdan, niyə dayanmısan?" Cırtdan cavab verdi: "Nənəm sizə yağ yaxması verdi ki, mənim də odunumu aparasınız." Uşaqlar onun odununu da dallarına aldılar. Biraz getdikdən sonra gördülər ki, cırtdan geridə qalıb ağlayır. Uşaqlar soruşdular: "Ay cırtdan, niyə ağlayırsan?" Cırtdan cavab verdi: "Yorulmuşam. Nənəm sizə yağ yaxması verdi ki, mən yorulanda dalınıza götürəsiniz." Uşaqlar əlacısız qalıb növbə ilə onu dallarına götürdülər. Xeyli yol getdilər. Qaranlıq qovuşanda yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdə it hürür, o biri tərəfdən işıq gəlir. Yoldaşları cırtdandan soruşdular: "Ay cırtdan, it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?" Cırtdan cavab verdi: "İt hürən tərəfə getsək, o bizi tutar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapdıq." Uşaqlar işıq gələn tərəfə getdilər. Onlar bir divin komasına rast gəldilər. Div uşaqları görüb sevindi. Öz-özünə dedi: Yaxşı oldu. Gecə bunları bir-bir yeyərəm." Div uşaqlara çörək verdi. Uşaqlar yatdılar. Gecədən biraz keçəndən sonra div soruşdu: "Kim yatmış, kim oyaq?" Cırtdan tez başını qaldırıb dedi: "Hamı yatıb, cırtdan oyaq." Div dedi: "Cırtdan, nə üçün oyaq?" Cırtdan cavab verdi: "Çünki nənəsi ona hər gecə qayğanaq bişirib yedirir, sonra yatırır." Div qalxıb tez qayğanaq bişirdi, cırtdanı yedirib yatırtdı. Biraz sonra div yenə soruşdu: "Kim yatıb, kim oyaq?" Yenə də cırtdan başını qaldırıb dedi: "Hamı yatıb, cırtdan oyaq." Div soruşdu: "Cırtdan, nə üçün oyaq?" Cırtdan dedi: "Çünki hər gecə nənəsi gedib çaydan ona xəlbirlə su gətirir, içirir, sonra yatırdır." Div tez qalxıb bir xəlbir götürdü. Çaya su gətirməyə getdi. Cırtdan da cəld yoldaşlarını qaldırıb dedi: "Uşaqlar, div bizi yemək istəyir. Tez olun, qaçaq." Uşaqlar qaçıb çaydan keçdilər. Div xəlbiri nə qədər suya salıb çıxardısa, gördü ki, onda su qalmır. Axırda təngə gəlib qayıtmaq istədi. Bir də gördü ki, uşaqlar çayın o biri tərəfi ilə gedirlər. İstədi sudan keçib uşaqların dallarınca qaçsın, amma keçə bilmədi. Uşaqları səslədi: "Ay uşaqlar, sudan necə keçdiniz?" Cırtdan cavab verdi: "Get bir dənə dəyirman daşı tap, boynuna keçir. Onda çaydan rahat keçərsən." Div cırtdanın sözünə inandı. Dəyirman daşını boynuna keçirib özünü suya atdı. Div suda boğulub öldü. Uşaqların da canı qurtardı. Göydən 3 alma düşdü. Biri sənin, biri mənim, biri də nağılı dinləyib yaxınları ilə bölüşənin. Növbəti nağıllarda görüşənə qədər sevgilərlə Ləman.